Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilər, hər birinizi xoş gördük. Belə ki, bugün deputat Günay Ağamalının uşaq pulunun verilməsinə münasibəti necədir sualına ə, verdiyi cavab bir növ kontekstdən çıxarılıb, bir növ jurnalistika etikasına uyğun olmayaraq aparıcılar hörmətsizlik eləyiblər və mən bu videonu izlədim. Əslində deputata fikirlərini tam olaraq izah etməsinə, şərait yaradılmamasına biraz da pis oldum, qıcıq oldum. Axı jurnalistikamız bu deyil və əksinə o deputat fikrini tam izah etməsində yardımcı olunmalı idi o jurnalistlər tərəfindən, o özünə peşəkar jurnalist deyən şəxslər tərəfindən və burada məsələ təkcə uşaq pulunun necə verilib, verilməməsindən getmir. Bugün Azərbaycan dövlətinin uşaq pulu verməsi üçün hansısa bir vacibiyyət varmı? Bu gün uşaq pulu verilərsə, ailələrdə hansı tənbəllik oradakı xüsusilə vurğulanıb və bu xüsusilə vurğulanan sözdən istifadə edirlər ki, bu tənbəllik nə deməkdir? Ona da doğru biz şəxsən mən Facebookda İsmail Nadir xanlı profilinə girib daha dolğun, elmi, akademik və bundan əvvəl dövlətlərdə fəlsəfi olaraq uşaq pulunun verilməsi prosesi hansı addımlarla addımlanıb, hansı dövlətlərdə, hansı mexanizmlərlə addımlanıb bu barədə çıxış etmişəm. Bundan da əlavə düşünürəm ki, Günay Ağamalının atası mərhum Fəzail Ağamalı ilə uşaq pulu ilə bağlı Milli Məclisə çıxış edən deputatlarımızdan olub. Sadəcə necə, hansı şəraitdə və nə cür? Bütün bunların mahiyyətinə varmaq lazımdır. Mahiyyətinə varmadan bir insanı dəfələrlə linç etmək cəmiyyətimizin bilirsiniz ki, bir ənənəsinə çevrilib. Çox təəssüflə bunu qeyd eləmək istəyirəm. Tənbəllik məsələsi isə haradan yaranıb? Tənbəllik məsələsi isə bir telefonu əlinə alıb, orada TikTokda canlı yayın açıb, yüzlərlə, milyonlarla izləyici toplayıb, bundan lüks həyatlar özünə quran şəxslərin həqiqətən də tənbəlliyə alışması prosesi getməsi məncə yerindəcə, doğruca vurğulanıb. Bundan əlavə də mən belə hesab edirəm ki, ümumən həm TikToka, həm digər sosial şəbəkələrə ciddi şəkildə nəzarət prizması olmalıdır dövlətimiz tərəfindən. Biz nə istəyirik? Biz xatırlayırsınızsa Səlim Müslümov vardı, Sosial Müdafiə naziri, kor bağırsağından əməliyyat olan, ürəyinə stent taxdıran 50-lik dərəcə salıb qoymuşdu cibinə. Hansı ki, həqiqətən də əlil olan şəxslər bundan yararlana bilmirdilər. İndi də necə olsun? Axı dövlət Sosial Müdafiə Nazirliyi sosial müavinətlərlə məşğul olur və hansı ki, ailələrə həqiqətən də sosial müavinət düşür və onlara o yardımlar göstərilir və s. və ilə axır. Bunlar hamısı çox uzun, geniş şəkildə danışılası, müzakirə olunası məsələdir. Sadəcə məni qıcıq eləyən orada həmkarım adını da bilmirəm, həmkarımın bir millət vəkilinə qarşı o cür etikasız davranışı, hərəkəti oldu. Bununla bağlı elə Günay xanım da sonda fikirlərini yekunlaşdırdı və dayandırdı. Bu cavab məncə yetərincə o şəxslərə aydın idi. Nəysə, həmin videonu sizlərə təqdim edirəm, izləyin, siz də öz qərarınızı verin. Bu arada
Facebookda İsmail Nadirxanlı profilinə girib daha dolğun elmi, fəlsəfi, akademik mövzuda bu barədə araşdırmamı da izləyə bilərsiniz. Təşəkkür edirəm. Uşaq pulu məsələsi bugün gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıqmı və yaxud da ki, həm də bir tənbəllikmi yarada bilər? Yəni, insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Yəni, bunun özü də doğru bir yanaşma deyil. İnsanları bu şəkildə əməyə alışdırmaq lazımdır. İnsanları nələrdənsə asılı vəziyyətə salınması üçün yəni, imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hal-hazırda günümüzdə digər bir adı altında sosial müavinatlar verilir və bilirsiniz ki, şərtlər də bir o qədər də çətin şərtlər deyil. Tələb olunan odur ki, valideynlər, əgər körpə uşaq varsa ailədə, ananın işləməsi önəmli deyil. 8 yaşına qədər səhv etmirəmsə olan ailələrə bir atanın işləməsi kifayət edir və bu da normaldır. Sizlər istəyirəm və real yanaşmadır. Ona görə ki, atalar... Yetmir. Xahiş edirəm, icazə verin, mən fikrimi tamamlayım. Və bu şəkildə atanın da evdə otursun, ancaq uşaq pulu alsın yanaşması da mənim fikrimə görə və qənaətimcə doğru deyil.